Herkese salam olsun. İkinci motivasiya videomla qarşınızdayım. Kısa və özet keçəcəm. Hər kəs gecikmək haqqında deyir. Hara gecikirik, niyə gecikirik, nə səbəbə gecikirik. Bizi geri salan əslində tam olaraq bizim düşüncələrimizdir. Çünki biz bir şey eləmək istəyəndə çox insanlar fikir alırıq, soruşuruq. Nəticədə də ya onların dediyini eləyirik, ya da ki öz bildiyimizdən. Amma bir nəticə vermir, sonra deyirsən ki, ayda mən gecikdim. Xeyr, bax bunu əminliklə deyirəm ki, həyatda hər zaman bir saniyənin hökmü var. Nə bir saniyə tez, nə bir saniyə geç. Sənin üçün olanlar da xeylisidir və sənin tam da istədiyinə çatmağın üçündür. Belə bir söz var, hər kəsin öz Everesti var. Mən bunu Yayfesdə Vəfa xanımdan öyrənmişdim. Yəni doğrudan da belədir. Hər kəsin məqsədi universitetə girmək ola bilər, iş qazanmaq ola bilər, yəni işə getmək ola bilər ki, mən o işi əldə eləməliyəm. Amma nəticədə hər kəsin getdiyi yol tamamilə fərqlidir. 20 yaşında bir insan ola bilər, gənc yazar olar, onun oxucu kütləsi daha çox olar. 50 yaşında insan gəlib deyər ki, mən yazar olacağam və həqiqətən görərsən ki, onun kütləsi çoxdur. Yəni əslində nəyisə qazanmağın nə yaşı, nə müddəti, nə də ki, onun xüsusi bir spesifik bir şeyi var. Burada əslində spesifik olan sənin onu nə dərəcədə istəməyindir və inanma olmağındır. Arzular hər zaman olacaq. Sadəcə olaraq o arzuları hərəkətə keçirmək lazımdır. Yəni bir düşünün, bu sadəcə bir istəkdir, duyğudur, amma orada bir hərəkət davamlılıq yoxdursa, ona necə çatacaqsan, bax bu sual altında qalır. Sadəcə olaraq məncə tam da buradan qulaq as, burayla get. Çünki sən ancaq öz daxili dünyanı baxanda istədiyini əldə edəcəksən. Axır ki alındı bu video.